nə qədər böyük, nə qədər çoxlu günahlar sahibi olsa belə, o bəndə bu gecəni oyaq qala, diri saxlaya, ibadət və itaətlə məşğul ola, Allah o günahların hamısını onun əməl dəftərindən siləcəkdir. Lakin burada incə bir məqama da diqqət yetirmək lazımdır. Biz hədislərə baxdıqda ehya sözündən məsumun istifadə etdiyini görürük. Oyaq qalma sözü deyil. İqaz, əyqəzədir oyaq qalmaq. Ehya, həyat sözünün köküdür. Həyat, yaşayış. Ehya bir var, sadə şəkildə oyaq qalasan, heç bir işlə məşğul olmayasan, o oyaqlıqla məqsədə çata bilməzsən. Məsələ yalnız oyaq qalmaq deyil. Qədr gecəsinin əhəmiyyəti ondadır ki, sən ehya edəsən, yəni həyat qazanasan. Nə ilə? Allaha göstərdiyin ibadət və itaətlə. Əgər bir şəxs ehya gecəsi, qədr gecəsi sadəcə oyaq qala və yaxud da xoşa gəlməz işlərlə məşğul ola, onun ehyasına bir şey verməzlər. Digər bir hədisdə İmam Cəfər-i Sadiq əleyhissalam buyurur, hər kəs qədr gecəsini ehya saxlasa, keçən ildən bu ilə qədər etdiyi bütün günahlar, bütün şər işlər onun əməl dəftərindən silinəcəkdir. Bu hədis də bir daha göstərir ki, həqiqətən də Qədr gecəsi yalnız sadəcə oyaq qalmaq deyil, şuurlu şəkildə, düşüncəli şəkildə oyaq qalıb, əməli işlərlə məşğul olmaqdır. Biz məsum Əhl-i Beytin, Peyğəmbərimiz başda olmaqla Qədr gecəsini necə saxlayıblar, sualını onların həyat tərzinə versək, məlum olacaqdır ki, Qədr gecəsini onlar da sadəcə oyaq qalmaqla deyil, ibadət və itaətlə məşğul olublar. İmam Cəfər-i Sadiq əleyhissalamdan belə nəql edilir ki, elə ki, Ramazan ayının son 10 günü daxil oldu, Peyğəmbər əleyhissalam özünü tamamı ilə ibadətə həsr edər, onun gecələrini, yəni Ramazanın son 10 gününün bütün gecələrini ehya edər və əhlini, ailə uşağını da yuxudan oyadardı.